Əgər siz yolda gedərkən öz psixoloqunuzla qarşılaşırsınızsa və sizin psixoloqunuz sizi görüb üzünü çevirirsə, siz əmin ola bilərsiniz ki, o etibarlı insandır. Psixoloji kodeksə əsasən, etik kodekslərə və qaydalara əsasən, psixoloq maksimum onun yanına, qəbuluna gələn müştərinin maraqlarını qorumalıdır. Yəni, bir insan hansı psixoloqa gedir, onunla nə danışır, bunu demək ətrafdakı insanlara onun ixtiyarıdır. Amma psixoloqun ixtiyarı deyil. Psixoloq öz müştərisini yolda görərkən ona birinci salam verib, onu tanıdığını bildirməməlidir. Əgər insan özü psixoloqa yaxınlaşıb, ona salam verib, onu tanıdığını bildirən bir hərəkətlər edərsə, psixoloq ona qarşılıq verə bilər bir adekvat insan olaraq. Amma maksimum məxfiliyi qorumaq üçün ilk addımı psixoloq atmamalıdır. Çünki ola bilsin ki, elə bir mühit olsun ki, digər insanların yanında sən həmin müştərinə salam versən, onlar əlbəttə ki, biləcəklər ki, siz hardansa bir-birinizi tanıyırsınız. Və ola bilsin ki, insanın hamının təbii haqqı, hüququdur ki, psixoloqa getdiyini kiməsə bildirməsin və yaxud hansı psixoloqa getdiyini bildirmək istəməsin. Belə olan təqdirdə psixoloqun əsas vəzifəsi qarşısındakı insanın marağını qorumaq və maksimum o istəmədiyi təqdirdə bunu üzə çıxaracaq bir şəraiti yaratmamaqdır. Daha sonra isə əgər sizin psixoloqunuz sizin yanınızda başqa bir müştərilərin həyatını bir var müəyyən nümunələr üzərindən irəli gedir və yaxud da ki, biri də var ki, daha açıq məlumatlar bildirir. Məsəl üçün, nəzərə alsaq ki, psixoloji mərkəzlərdə adətən giriş bir qapı olur Azərbaycanda. Amma çox gözəl olar ki, giriş bir qapı olsun, çıxış bir qapı olsun ki, insanlar heç bir halda qarşılaşmasınlar. Amma ən azından belə bir reallıq olduğu üçün və çox psixoloji mərkəzlərdə bir giriş qapısı olduğu üçün ola bilər ki, sən kimləsə qarşılaşasan və hardansa nəzərə alsaq ki, şəhərimiz kiçikdir və sən onu tanıya bilərsən. Amma bunu psixoloqa deməyə bilərsən. Və psixoloq da seans əsnasında, məsələn, sizdən öncəki xanım belə bir problem yaşamışdı və yaxud onu, o xanımı siz tutacaqsınız ki, hər söhbət bundan gedir. Elə bir açıq informasiya ötürməməlidir, həyatından statlar gətirməməlidir. Maksimum üstü örtülü nə isə deyə bilər. Amma onun həyatından, cinsindən, yaşından, qabağındakı insanın təqribi başa düşə biləcək ki, hər söhbət bundan gedir. İnformasiya verə bilməz. Əgər bunu edirsə, deməli çox güman ki, sizin haqqınızda da hansısa informasiyanı bu və ya digər şəkildə başqa insana ötürür.